Bakıda və Abşeronda güclü yağış yağır, intensiv yağışlar sabah da davam edəcək. Bəzi yerlərdə su basmanı olacağı gözlənilir. Ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir. Yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247%-ni təşkil edir. Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarına əlaqədar bəzi ərazilərdə su basma hallarının davam edəcəyi gözlənilir. Martın 29-da gündüz saatlarından yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 10-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95% təşkil edəcək. Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.